Salam, sabahınız xeyir olsun. 10 iyun 2026-cı il tarixidir. Yaz fəslinin 81-ci, Zülhicə ayının 24-cü günüdür və həftənin isə 3-cü çərşənbə günüdür. Hər birimizə bu günü gözəl, can sağlıqlı, iş avadlığı ilə, yol açıqlığı ilə, bol bərəkətli ruzi ilə, sülh yolu ilə, eləcə də dinc qulaqla keçirməyə arzu edirəm. 10 iyun günündə iş yerlərində, ofislərdə, eləcə də ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avadlığı, bol ruzili, bərəkətli, sülh əmin-amanlıqlı, firavanlıqlı, dinc qulaqlı bir gün keçirməyini arzu edirəm. Bununla yanaşı 10 iyun günündə təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, iş avadlığı, yol açıqlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 10 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 10 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bununla yanaşı 10 iyun günündə bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Eləcə də bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlığı, gözəl, dinc qulaqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzu edirəm. 10 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 10 iyunda da tarixi günlər vardır. 10 iyun Dünya Dondurma günüdür. Bu münasibətlə bütün dondurma sevənləri, eləcə də dondurma hazırlayanların hər birini təbrik edirəm. Hər birinə can sağlığı arzu edirəm. Bununla yanaşı 10 iyun 1916-cı ildə ərəblərin üsyanı nəticəsində Məkkə şəhəri Osmanlı dövlətindən çıxaraq ərəblərin əlinə keçdiyi gündür. 10 iyun 1930-cu ildə Türkiyə ilə Yunanistan arasında əhali mübadiləsinə dair razılaşma imzalandığı gündür. 10 iyun 1934-cü ildə İran şahı Rıza Pəhləvi şah Türkiyəni ziyarət məqsədi ilə Gürbulağa, Türkiyənin sərhədinə gəlmiş və eləcə də burada təntənəli şəkildə qarşılandığı gündür. 10 iyun isə deməli 1940-cı ildə Mussolini Hitlerin müttəfiqi olaraq 2-ci Dünya müharibəsinə girdiyi gündür. 10 iyun 1946-cı ildə İtaliyada monarxiya ləğv edilmiş və İtaliya Respublika elan edildiyi gündür. 10 iyun 1967-ci ildə Ərəb-İsrail müharibəsində İsrail Qəzza zolağı, Qolan təpələri, Şərqi Qüdsi, Yordan çayının qərb hissəsini və Sinay yarımadasını ələ keçirdiyi gündür. Bununla yanaşı isə 10 iyun 2000-ci ildə Suriya prezidenti Hafiz Əsəd vəfat etdiyi, yerinə isə oğlu Bəşər Əsad keçdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.